Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel mursalin nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul uqdeten min lisani yefqahu qavli. Allahümme allimna ma yenfa'na ve enfa'na bima allamtana ve zidna ilma. Allahümme la sehle illa ma cealtehu sehla. Və əntə təc'alul həznə izə şi'tə səhlə əmmə bə'd. Deməli, bizim mövzumuz yenə də şəri ruqiyyədir. Və şəri ruqiyyə və onun qaydaları, şəriətdə olan növləri və bu barədə olan misallar və s. Və biz Peyğəmbər sallallahu aleyhi və səlləmin özünə, ailəsinə və ümmətinə öyrətdiyi müalicə növləri haqqında danışırıq hal-hazırda. Və bu barədə artıq bir neçə dərs götürmüşük və onlardan bildik ki, başda Peyğəmbər sallallahu aleyhi və səlləmin tətbiq elədiyi ən gözəl müalicə növlərindən biri pəhriz, çox az yemək, oruç tutmaq və həmçinin ətirlə müalicə idi, həmçinin bədəni təmiz saxlamaq idi, qan almaq idi, zeytun yağı idi, hicəmə dedik onu və həmçinin də udil hinddir, hind qustu və həmçinin də timin, o qarazirə yağı və tumu onunla müalicə, bal idi və s. Orada keçmişdik keçən dərslərimizdə və bu gün də bu mövzuda sonuncu dərsimizdir və 11-ci müalicə növü Peyğəmbər sallallahu aleyhi və səlləm hansı ki bizə öyrədib, o da təlbinədir. Təlbinə nədir? Yemək adıdır bu. Unla və yaxud da ki bal ilə və yaxud da unu, balı və yaxud da südü yoğurub bir yerdə, onları bir yerdə yoğurub bir yemək əmələ gətirməkdir. Ərəblərdə məşhur yeməkdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin zövcəsi Ayşə radiyallahu anhədən gələn hədisdə, qissədə, əsərdə buyurur ki, o deyir, onun deyir qohumlarından kimsə vəfat edərdisə, qadınlar bir yerə yığışardılar. Yəni bir-birlərinə başsağlığı vermək üçün, həmin adamın ailəsinə başsağlığı vermək üçün. Sonra ailə üzvlərindən və yaxın o adamlardan başqa hamı dağılışıb gedərdi. Yalnız qalardı ailə üzvləri və o adamın ən yaxınları. Və bundan sonra Ayşə radiyallahu anhənin göstərişi ilə təlbinə pişirilərdi. Və şorba hazırlanardı və sonra onlar bir-birinə qatılardılar. Və yemək hazır olduqda Ayşə radiyallahu anhə onlara deyərdi ki, həmin o hüzün sahibinə, ev yəsindən kimi ki, yaxını ölüb, ona deyərdi ki, bundan yeyin. Çünki mən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişəm ki, o deyib ki, təlbinə xəstənin qəlbinə təskinlik verir və onun kədərini aradan qaldırır. Və başqa bir hədisdə Ayşə radiyallahu anh buyurur ki, deməli, rəvayətdə deyir ki, o yenə də deyir, təlbinə hazırlanmasını əmr edərdi həmin insana, o hüzün sahibinə və deyərdi ki, və yaxud da xəstə üçün, deyərdi ki, o xəstənin xoşlamadığı, lakin faydalı olan bir şeydir. Niyə görə xəstə xoşlamır onu? Çox vaxt xəstələr ümumiyyətlə yemək xoşlamırlar və onun dadını sevmədiklərinə görə bu yeməyi xoşlamırlar. Lakin onun faydası çoxdur. Mədəni rahatlaşdırır, xəstənin qəlbinə təsəlli verir, onun qəm qüssəsinin aradan qalxmasına səbəb olur. Və dediyimiz kimi təlbinə, yəni undan və yaxud da kəpəkdən hazırlanan, südlə və balla birlikdə hazırlanan yeməkdir. Və Muvaffaq Əl-Bəğdad rəhməllah deyir ki, bu yemək haqqında, əgər təlbinənin faydalarını bilmək istəyirsənsə, deyir, onda arpa suyunun yəni faydalarını öyrən. Faydalarından məlumatın olsun.
Çünki deyir o bədəni və mədəni təmizləyən bir yeməkdir və bədənə sürətlə nüfuz eləyir, bədənə yayılır və əgər isti halda içilərsə bədəni sanki bir təmizləyici xüsusiyyətə malikdir bədəndə və bədənin təbii hərarətini qaldırır. Və hədisdə nə keçir? Yəni o qəlbə rahatlıq verir. Burada şeyx deyir ki, yəni mədə, burada məqsəd mədədir. Çünki o qəm-qüssəli insan, o hüzün çəkən insan çox vaxt az qidalanır və bu az qidalandığına görə də onun bədəni zəifləyir. Və bu yemək mədəni nəmləndirir, qidalandırır və bədəni gücləndirir. Yəni sanki insanın bədəninə bir gümrahlıq verir, rahatlandırır bədəni. Həmçinin xəstəyə də, çünki xəstə insanın mədəsində çox vaxt bəlğəm və yaxud da irinli maye olur və bu şorba, bu yemək həmin qidaları mədədən yuyub aparır, onları təmizləyir. Və 12-ci deməli müalicə növü əs-sənə və əs-sənut adlı bitkilərdir. Deməli Ubey ibn Ümmü Haram radiyallahu deyir ki, o adam, o sahabə Peyğəmbər sallallahu əleyhi və səlləmlə bərabər iki qibləyə namaz qılan adamlardan olub. İki qiblə nədir? Yəni sahabələr əvvəllər Məscid-ül Əqsəyə tərəf namaz qılırdılar. Sonra ayə nazil olandan sonra onlar Məscid-ül Hərama üzlərini çevirdilər. Yəni bu sahabə köhnə sahabələrdəndir. İslamı ilk qəbul edən sahabələrdəndir və deyir ki, mən Peyğəmbər sallallahu əleyhi və səlləmdən belə bir hədis eşitdim ki, deyir, səna çiçəyindən, səna yarpağından və sənutdan istifadə edin. Onu sizə tövsiyə edirəm. Çünki deyir, onlar hər bir xəstəliyin dərmanıdır. Hər bir xəstəlik üçün onlarda dərman var, şifa var. Yalnız səmdən başqa. Və deyildiyi zaman ki, ey Allahın Rəsulü, səm nədir? Dedi ki, ölüm. Yəni, ölümdən başqa bu, deməli, otlarda ölümdən başqa demək olar ki, hər bir şeyin dərmanı var, şəfası var. Və bu sənə yarpağı xalq arasında hulul, uşruc, uşrə, ərəblər belə adlandırırlar bu yarpağı və insanlar arasında məşhur olan bir bitkidir. Bu bizdə də var, səna yarpağı. Yəni, xalqımız arasında məşhurdur bu. Əs-sənuta gəldikdə isə bəzilər deyiblər ki, hədisdə keçən əs-sənut baldır. Bəzilər deyiblər ki, xeyr, yəni zirə yarpağıdır. Yəni, bizə zirə timin deyil, zirə. Onun odur deyir. Hər bir halda yəni, belə deyiblər və bu barədə alimlər danışıblar. Və onun faydalarından, səna yarpağının faydalarından alimlər gətirirlər ki, bu barədə hətta dünyavi həkimlər, dünyavi alimlər deyir, çoxlu elmi tədqiqatlar aparıblar və onun çox təsirli bağırsaqların fəaliyyətini asanlaşdıran, qəbizliyi aradan qaldıran bir vasitə olduğunu görüblər. Yəni, bağırsaqlarda o artıq qidaları, zərərli şeyləri bədəndən ifraz eləməkdə çox böyük faydası var. Həmçinin qanı təmizləyir, qanda olan virusları, göbələklərlə mübarizə aparmaqda deyir, çox böyük faydası var. Hətta dərman şirkətləri bugünümüzdə də bir çox müxtəlif dərmanları o yarpaqlardan hazırlayırlar. Amma deməli bizim mövzumuza aid olan xəstəliklərə, xüsusən də sehirə, göz dəyməyə və yəni başqa ruhi xəstəliklərə biz bilirik ki, ruhi xəstəliklər, ümumiyyətlə bu cürlə məsələn cin toxunmasıdır, göz dəymədir. Bu cürlə xəstəliklərin çoxsu ən çox hara ilə əlaqəlidir? Mədə ilə əlaqəlidir. Çünki sehrin ən çox toplaşacağı yer mədə və bağırsaqlardır. Və sehr də bədəndə olduğu müddətcə onun yəni ki, müalicəsi çətinləşir. Gərək o bədəndən təmizlənsin. Və bu səna da, ya səna yarpağı da dediyimiz kimi bağırsaqları təmizlədiyinə görə, bədəndə ishal əmələ gətirdiyinə görə və yaxud da qaytarma əmələ gətirdiyinə görə sehirdə çox gözəl faydası var bunun istifadə olunma. Hətta bəzən alimlər deyirlər ki, şeyx gətirir ki, bəzən hətta
Bəzi sehr növləri var ki, baxmayaraq ki, o bədəndə olmur, bastırılma və yaxud da başqa yerlərə qoyulur. Lakin o sehrin yenə də bədənə ziyanı var. Hətta görürsən ki, bədəndə xarab yeməklərin toplanmasına, laxtalanmış qanın mədədə və bağırsaq toplanmasına səbəb ola bilir o sehirlər. Və bu yarpaqlar da, bu otdan istifadə eləmək də insanın bədənindən, yəni ki, bu şeylərin xaric olmasına çox böyük səbəbi var. Yəni ki, əsas məqsəd də nədir? İnsanın o sehri bədəndən uzaqlaşdırmasıdır və bunun da böyük faydaları var. Və şeyx burada gətirir ki, onun 2 dənə burada, 3 dənə burada üslubların gətirir ki, necə istifadə olmaq lazımdır. Birinci şeyx gətirir ki, bir ovuc səna yarpağı götürülür və yarım litr suya əlavə edilir. Deməli, bir ovuc səna yarpağı götürülür və yarım litr suya qoyulur, atılır və sonra bizdə deyirlər, dəm xodla, az xodla onu qaynama həddinə çatana qədər istilədirlər həmin suda, o yarpaqlarla qarışıq. Sonra deyir, onu odu üstündən götürürsən və ağzını bərk şəkildə bağlayırsan, 5 saat dəmləməyə qoyursan onu. 5 saat dəmlənir o su, həmin o yarpaqlarla. Sonra da süzülür və onu ac qarnına içmək məqsədə uyğundur, məsləhətdir. Bu birinci faydası və ikinci isə deməli 30 ədəd səna yarpağı götürülür və bir neçə dəqiqə ağızda çeynəlilir və sonra udulur. Bu da ikinci yolu. Yəni bu yolun, bu üsulun üstünlüyü ondan ibarətdir ki, deyir. Bu yalnız mədəni yumşaldır. İshala səbəb olmur. Yəni o qarın getməsinə səbəb olmur. Yalnız mədəni yumşaldır və mədədəki o şeyləri bədəndən çıxmasına səbəb olur. Və bu ən gözəl yollarından biri də budur və bunun da xəstə necə istifadə edir? Bir həftə istifadə edir beləncə 30 dənə yarpağı hər gün atır ağzına və udur və sonra bir həftə isə fasilə verir. Və şeyx deyir ki, yəni bu etdiyi müddətcə deyir, çoxlu bol su içməyi, süd içməyi tövsiyə olunur. Çünki yəni bədəndəki susuzlaşmanın, o təbii mineralların, mineral duzlarının azalmasının qabağını alır belə eləməklə. Və sonra şeyx burada gətirir ki, mühüm bir fayda ki, hamilə qadınların və süd içən uşaqların bundan istifadə eləməsi qadağandır. Həmçinin insanda bağırsaq tıxanıqlığı olarsa, apendisit deyirlər, apendisit, iltihab, bağırsağın kəskin iltihab xəstəlikləri olarsa, bu zaman istifadə edilməsi qadağandır. Və deyir ki, xüsusən də deyir, bu dərmanı istifadə edərkən mütəxəssis həkimlərlə məsləhətləşmək daha məqsədə uyğundur. Və 13-cü deməli müalicə növü xınadır. Nədir? Xına. Və bu barədə Peyğəmbər sallallahu əleyhi və səlləmdən bir neçə hədis varid olub. Səlmə Ummi Rafi Peyğəmbər sallallahu əleyhi və səlləmin qulluqdan azad etdiyi Mövla, yəni qadın deyir ki, radiyallahu anhə, deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin əlinə bir tikan batardısa və yaxud da onda bir yara olardısa, onun üzərinə deyir, xına qoyardı. Və həmçinin də başqa həmin qadından yenə də rəvayət olunur ki, mən deyir, Peyğəmbər sallallahu əleyhi və səlləmin başı ağrıyan hər kəsə başına görə hicamı elətdir və həmçində ayağı ağrıyan hər kəsə ayaqlarını xını ilə boya deyə, yəni məsləhətini eşitdim. Yəni kimin başı ağrıdırsa, ona deyirdi ki, başından qan aldır və ayaqları ağrıdan adama da deyirdi ki, ayaqlarına xına ilə boya. Və başqa bir hədisdə, Abdullah bin Amr radiyallahu anhumədən gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, cənnət əhlinin xoş ətirli bitkilərinin ən üstünü xınadır. Subhanallah. Yəni mənası budur ki, yəni xına çiçəyi, alimlər deyirlər ki, bu mənası budur ki, xınanın çiçəyi və onun xoş ətri cənnətdəki ən üstün, ən gözəl ətirlərdən olacaq. Allah bizi ona müvəffəq eləsin, onları görmək. Və alimlər gətirirlər ki, şeyx gətirir ki, burada təcrübəyə əsasən xınanın sehr və cin toxunmasına
müalicəsində faydalı olduğunu deyir, görmüşük. Təcrübə ilə də belə. Xüsusilə də deyir, bu harda ən çox fayda verir? O qadınlar ki, onlarda bu xəstəlik səbəbi ilə onlardan qanaxma baş verir. Bilinmir ki, neydən qanaxır? Yəni, hansısa bir kisləyə görə, başqa şeyə görə yox. Bu qadınlarda cin toxunmasında olur. Rəhimdə olanda cin, bu qadınlardan qan gəlir. O qanı da təbii bu həkimlər bilmirlər neydən gəlir. Və şeyx deyir ki, nə edirsən onda deyir, xına götürülür, üzərinə deyir, bir stəkan gül suyu əlavə edilir və o xəmir və bu gül suyuna da ruqi etmək lazımdır. Ediləndən sonra onu xınanın üstünə tökürsən və onu bərk xəmir halına salırsan. Sonra qadın göbəkdən o qasıq nahiyəsinə qədər o hissəyə onu sürtür və bel hissəsində də onun rəhimlə o paralel olan hissəsində sürtür. Və bununla da Allahın izni ilə deyir, onun qanaxması tez bir zamanda dayanacaq deyir Allahın izni ilə. Bu çox böyük təsiri var deyir. Və həmçində deyir, əgər həmin o yəni ki, şeytanlar insanın əziyyət verdiyi yer başıdsa və ayaqlarının altıdırsa deyir, bu qarışıqdan həmin nahiyələri çəkmək, yəni icazəlidir, düzgün sayılır. Və bunun da çox böyük faydası var. Və 14-cü müalicə növü soyuq sudur. Nədir? Soyuq su. Soyuq su ümumiyyətlə Allahın qullarına verdiyi ən önəmli nemətlərdəndir ki, bu nemətə görə insanlar soruşulacaqlar qiyamət günü. Necə ki, Əbu Hüreyrə radiyallahu gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qiyamət günü qulun nemətlərdən ilk sorğu-sual olunacağı şeylərdən biri də budur ki, ona deyiləcək, biz sənə sağlam bədən vermədikmi? Və biz sənə soyuq su içirtmədikmi? Buna görə şükür etdin, yoxsa yox. Ona görə qiyamət günü insandan soruşulacaq iki önəmli nemətlərdən biri nədir? Soyuq sudur. Və şeyx buyurur ki, soyuq suyun bir çox bədən xəstəliklərinə çox böyük təsiri var və xüsusən də şeytanların bədəndən qovulmasında, gözdəymənin və sehrin bədəndən uzaqlaşdırılmasında çox böyük təsiri var. Və biz bilirik ki, soyuq suyla Allah Subhanahu taala hansı peyğəmbərə şəfa verib? Eyyub əleyhissalama. Bilirsiniz də, Eyyub əleyhissalam yəni ki 18 ilə yaxın yəni bu xəstəliklərdən əziyyət çəkib. Hətta Allaha dua edir ki, bir dənə dilimə dəymə ki, sikir eləyim səni. Bütün bədəni yara idi. Bütün bədənində yara var. Hətta onun üçün deyirdilər ki, görəsən bu hansı günahı eləyib ki, bu qədər əziyyət çəkir. Və zövcəsi bir dəfə onu aparır, yenə də təbii ehtiyacını ödəmək üçün və qaydanda Eyyub əleyhissalam görür ki, cavan bir oğlandır. Deyir, subhanallah, sən mənim əvvəlki ərimə oxşayırsan, deyir ki, mən elə oyam. Allah Subhanahu taala mənə artıq öz şəfamı qaytardı, öz bədənimi qaytardı. Və necədir ki, Allah Subhanahu taala buyurur ki, ayədə Sad surəsinin 41-ci və 42-ci ayəsindəki qulumuz Əyyubu da yada sal, bir zaman o Rəbbinə nida edərək belə demişdi. Şeytan mənə bəla və əzab toxundurmuşdur. Biz ona dedik, ayağını yerə vur, budur yuyanacaq və içiləcək sərin su. Allah bu suyla onun bədəninə şəfanı qaytarır. Və bu suyun çox böyük faydaları var və xüsusən də hədisdə varid olduğu kimi, necə ki, Ənəs ibn Məlik radiyallahu gələn hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, sizdən biriniz qızdırma xəstəliyinə tutularsa, səhərə yaxın, yəni gecənin 1/3-də ardıcıl olaraq üzərinizə soyuq su töksün. Yəni ki, o soyuq sudan ardıcıl olaraq bir neçə dəfə üzərinə tökmək lazımdır. Çünki alimlər gətirirlər ki, burada niyə görə gecənin 1/3-dir? Çünki Allahın enməsinin vaxtıdır, o vaxt dünya səmasına rəhmət vaxtıdır və həmçinin duaların qəbul olunan vaxtıdır. Həmçində bu vaxt havanın nisbətən sərin olan qızdırmanın şiddətini azaltmağa kömək edən bir vaxtıdır. Ona görə də bu vaxtı insan belə eləyəndə onun çox böyük faydası olur. Və şeyx buyurur ki, yəni bunun istifadə qaydası necədir? Yəni geniş bir qab götürülür və o su ilə doldurulur.
və imkan varsa içərisinə biraz buz atılır. Sonra suyun üzərinə Qurandan müəyyən ayələr oxunulur. Fatihə surəsi də Ayətəl Kursidir və Fələq Nəs surələrdir. Və sonra da xəstə bu suyu bütün bədəninə tökərək yaxalanır. Və bundan qabaq, bu sudan qabaq xəstəni yenə də ruqiyyə eləmək daha yaxşı olar ki, ruqiyyə eləyəsən, sonra da bu suna xəstəni çimizdirəsən və bu çox böyük faydası var. Həm sehirdə, həm gözdəymədə, həm də ki, qızdırmanı bədəndən uzaqlaşdırmaqda. Lakin şeyx burada bir şey istisna edir ki, lakin soyuq havalarda, həmçinin də insana o soyuğun ziya vura biləcəyi bəzi xəstəliklərdən insan əziyyət çəkirsə, bu sudan istifadə eləmək məsləhət deyil. Və 15-ci məsələ quyu suyudur. Quyu suyu. Quyu suyu nədir? Quyu suyu bizdə bulaq suyu da deyirlər də. Bəzən quyudan çıxır, bəzən bulaqlar Allah Subhanahu onu özü çıxardır yerdən. Bəzən insan qazıyıb onu çıxardır. Bu barədə Ayşə radiyallahu anhadan hədis gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm evinə gəldikdən sonra və xəstəliyi biraz da şiddətləndikdən sonra belə dedi: "Mənim üstümə 7 tuluq su tökün, bəlkə insanlara tövsiyə edə bilim." Yəni Peyğəmbər sallallahu əleyhi bu sunan özünü müalicə edir. Və sonra şeyx burada bir dənə qissə gətirir. Qissə uzundur, diqqətlə qulaq assaz, Allahın izni ilə faydalanarsınız. Deməli İmam Malik bu qissəni öz Muvattasında rəvayət edib və Şeyx Albani bu hədisi, bu qissəni səhihləşdirib. Deməli hədis Ayşə radiyallahu anhadan gəlir. Qissə Ayşə radiyallahu anhadan gəlir. Diqqətli olun. Hədisi Amra bin Abdurrahman rəvayət edir. Deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin zövcəsi Ayşə bir dənə qul olur, onun qulu və deyir ki, belə bir deməli şey var, qul azad eləmək. İnsan deyir ki, mənim ölümümdən sonra bu qul azaddır. Belə bir növ var da. Bir var ki, sağlığımda qul azad edirsən. Bir var deyirsən ki, mən ölsəm bu qul azaddır. Artıq bu qulu heç kəs, yəni qul kimi istifadə eləməsin. Bir nəfərə, bir cariyəsi olur onun. Belə bir şərt qoyur ona ki, mən öləndən sonra bu qula azad olacaq. Sonra Ayşə radiyallahu anhə deməli xəstələnir. Sonra onun yanına Sind əhlindən bir kişi gəlir. Sind Hindistan tərəflərdir və ona deyir ki, sənə sehr edilib. Və Ayşə radiyallahu anhə deyir ki, vay sənin halına, mənə kim sehr edib? Və o da deyir ki, başlayıb həmin o sehr eləyən qadının xüsusiyyətlərini ona deməyə və sonra onun əlamətlərini təsvir eləyəndən sonra dedi ki, hazırda o qucağında sidik etmiş bir uşaq var, o filan çadırdadır. Və Ayşə radiyallahu anhə deyir ki, o cariyəni mənim yanıma gətirin. Və o həmin qadına, yəni ki, o qadını onun yanına gətirirlər və onun qucağında bir uşaq var idi. Və cariyə deyir ki, gözləyim bu uşağın sidiyini yuyum, sonra gələrəm. Və uşağı təmizlədikdən sonra Ayşə radiyallahu ondan soruşur ki, mənə sehr etmisən? Cariyə deyir ki, bəli. Ayşə anamız deyir ki, nə üçün? O deyir ki, azad olmaq istəyirdim. Yəni tez azad olmaq istəyirdim. Sə öləsən azad olun. Yəni ki, öldürmək üçün olur. Və Ayşə radiyallahu deyir ki, Allaha and olsun ki, səni heç vaxt azad etməyəcəyəm. Sonra bacısı oğlunu çağırır və onu deyir ki, bunu apar ərəblərə sat, bədəvi ərəblərə sat və sonra buyurur ki, onun qiymətinə başqa bir kölə al və onu Allah üçün azad elə. Və onlar da bunu eləyirlər. Onlar da bunu eləyirlər və Ayşə radiyallahu bu vəziyyətdə qalır bir müddət. Sonra Allah Subhanahu ona yuxu göstərir yuxuda və yuxuda görür ki, bir-birindən qidalanan, onu bir-birinə tökülən 3 dənə quyu var. Yəni ki, sular bir-birinə qarışır. Deyir ki, o quyunun suyu ilə yuyun və şəfa tapacaqsan. Sonra onun yanına İsmail bin Əbu Bakır və Abdurrahman ibn Səl əz-Zurara gəlirlər. Tabinlərdir bunlar və Ayşə gəlirlər onun yanına və Ayşə anamız ona gördüyü yuxunu onlara danışır. Və sonra onlar bir yer var, o yerə gedirlər, onları göndərir o yerə. Və gedib görürlər ki, həqiqətən 3 dənə quyu var, o quyuların suyu bir-birinə qarışır. Və hərəsindən 3 vedrə su çəkib, hamısını bir yerə toplayırlar və həmin suyu Ayşə anamızın yanına gətirirlər. Və Ayşə anamız burada o suyla yuyunur və Allahın izni ilə də
şəfa tapır. Yəni quyu suları nə üçün fayda olur? Çünki onlar yerin dərinliklərindən çıxırlar və orada bir çox minerallar olur, bir çox faydalı şeylər olur. Hətta bizə görsən bulaqlar var. Bəzən də qoturluğa faydalıdır, bəzən də müəyyən şeylər. Hətta bugün görsən ki, nə qədər insan bulaq suyu hara, bizim içdiyimiz sular hara. Yəni nə qədər onların böyük faydası var. Bizim istifadə etdiyimiz nə qədər zərərli şeylər var, amma o bulaq sularının və həm də onlarla içilməkdə böyük faydası var. Lakin burada qardaşlar, iki dənə məsələ var. Hər bir halda mən ümid etdim ki, bu şeylər sizdə dərhal özünüzdə yarandı. Birinci odur ki, bu kişinin sanki danışığı kahin kimi idi, düz deyil. Çünki gəldi o dedi ki, səni sehr edib. O hardan bilirdi ki, Ayşə anamıza sehr ediblər? Yəni kahinlər belə eləyir də, öz başından nələrsə deyirlər. Deməli, İmam Əbdülbər Rəhməllah öz İstisqar əsərində gətirir ki, yəni bu adam, iki şey var ki, bu adam ya cinli adamı tanıyırdı, sehirli adamı tanıyırdı. Bunda fərasət var idi. Ya da ola bilər ki, Allah Subhanahu taala buna ilham eləmişdi. Ayşə anamızı yönəltmək üçün ona ilham eləmişdi. Yoxsa ki, o yəni kahin deyildi. Və həmçinin də niyə görə Ayşə anamız ondan soruşdu ki, kim mən sehr edib? Sanki kahindən soruşurmuş kimi də, yəni kim mən sehr edib? Əslində bu belə deyildi. Yəni alimlər burada gətirirlər ki, bu adam ola bilər ki, sehr edən qadını tanıyırdı. Ola bilər bu məlumat yayılmışdı. O sehr edən qadın kiməsə danışmışdı bunu. Bunda məlumat var idi o şeylərdən. Və yaxud da ki, məsələn, insanlar arasında yayılan xəbərlərdən bilirdi bunu. Və s. bir neçə məlumat var. Çünki Ayşə anamız əgər onun sözünü təsdiqləsəydi, o cariyəni yanına çağırmazdı. Hələ deyər ki, mənə sehr olunub. Əksinə o cariyəni yanına çağırtırdı. Gətirdi ki, mənə sehr eləmişsən, sən həqiqətən. Və o da dedi ki, bəli, ondan sonra onun şeyini təsdiqlədi, xəbərini təsdiqlədi. Yoxsa ki, yəni o kahindən soruşmaq məsələsi deyildi. Əksinə biz bilirik ki, Ayşə radiyallahu anhənin özündən hədis rəvayət olunur ki, Buxari Müslimdə hədis gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmdən kahinlər haqqında soruşurlar və deyirlər ki, kahinlər haqqında bizə məlumat ver. Peyğəmbər deyir ki, onlar heç bir şeyə malik deyirlər, heç bir dəyəri yoxdur onların. Hamısı danışdıqları yalandır. Və deyirlər ki, Allah Rasulü, bəzən dedikləri doğru çıxır onların. Bəzən götürməyə şeylərdə doğruluq olur. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, bu cinin göydən oğurlayıb dostunun qulağına toyuğun qaqqıldaması kimi pıçıldadığı bir sözdür. Gedir mələklərin sözlərini qulaq asırlar. Bir dənə şey ola bilər ki, düz çıxsın, yüzün də üstünə qoyub yalanından uydurma şeylər çatdırır onlara. Və insanın da psixologiyasında şey var ki, bir dənə şey düz şey eləyəndə o birləri fikir vermir. Deyir, bu düz danışdı. Aydın əksinə o yalan danışır. Və onda deyir, onun deyir danışığında artıq 100-dən artıq deyir yalan. Və yalan var, yalan sözlərinə 100-dən artıq yalan qatırlar onlar deyir danışanda kahinlər. Necə ki, Ayşə bu hədisi rəvayət edir. O heç vaxt kahinlərə inanmazdı. Əksinə bu hədisin özündə, yəni ki, Ayşə anamız kahinləri təsdiqləmir. Və sonuncu da 16-cı malicə də inək südüdür. İnək südüdür. Necə ki, Tariq bin Şihəb radiyallahu anh gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allah elə bir xəstəlik yaratmıyor ki, onun şəfasını da yaratmasın. Yəni, hər bir xəstəlik varsa, onun şəfası da var. Sizə inək südünü tövsiyə edirəm. Çünki o hər cür ağac və bitkidən qidalanır. Və şeyx də burada buyurur ki, inək südü inəyin otladığı ağacların yarpaqları müxtəlif ot bitkilərinin qidasından əmələ gəlir. Düz deyil? Bizim inəklərdə düz zibilliklərdə əmələ gəlir. O qədər zibilliklərdə ot deyirlər ki, kulyonka iyi verir südlərimiz. Amma əslində inək, yəni inəklər, o dağlarda zatda olan inəklər görürsən müxtəlif otlar və otların hər biri də bir xəstəliyin şəfasıdır. Çünki Allah Subhanahu taala insanı yaradıb, onun ətrafında onun bütün xəstəliklərinin şəfasını yaradıb otlarda. Biz sadəcə istifadə eləmirik. Və bu da Allahın bizə yardımıdır. Çünki o otlardan biz bilmirik ki, hansıdır. Allah inək, arı kimi heyvanlar yaradıb ki, onlar yıxsınlar mədələrini, o dərmanları düzəltsinlər, balda, süddə, versinlər bizə, biz axtarmayaq. İçək onsa onlara hansısa bir faydası olacaq. Onun inək və inəkdir otlardan otlayır və o şeyləri, qidaları yeyir bədəndə və onu süd əmələ gətirir. Və bilirsiniz ki, Allah Quran-ı Kərimdə deyir, inəyin südü sidi ilə qanın arasından axır. Heç birinə də qarışmır. Quran-ı Kərimdə ayətdə o. Allah Subhanahu taala elə eləyib ki, onun o südün əmələ gəlmək hissəsi qanla sidinin arasından süzülüb gəlir. Bir-birinə heç birinə qarışmır o.
Və ağac və bitkilərdə bir çox xəstəliklərin faydası və şəfası olduğuna görə o inək də o qidalarla o bədəndə o südə əmələ gətirir. O hamısı da o südə hopur və onunla da o süddən insan içdiyi zaman onunla faydalanır. Və sonda da şeyx gətirir ki, faydalı deməli sehrə faydalı olan müalicələrdən, göz dəyməyə və cin toxunmasına faydalı olan müalicələrdən biri də südlə qarışmış suda çimmək və yaxud da ki, dəniz suyunda çimmək və xüsusən də dəniz suyunda bir müddət, yəni ki, uzun müddət su içində qalmaq. Bu çox böyük faydalarındandır ki, insanın bədənindən cini uzaqlaşdırmaqda, sehri uzaqlaşdırmaqda çox böyük faydası var. Düzünü Allah bilir. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və sahbihi əcməin.